Salam aleyküm, hər vaxtınız xeyir. Bu video kimin qabağına çıxırsa, xahiş edirəm, çox xahiş edirəm. Bunu paylaşın, lazım olan yerə gedib çatsın bu. Mən icra hakimiyyətinin qabağındayam. 6 dənə uşaq saxlayıram, 6 baş uşaq saxlayıram mən. Yoldaşımla özüm 8 başı. Gəlmişəm mən icra hakimiyyətinə, sosialım kəsilib yardımım. Müalicə lazımdır. Yoldaşıma da müalicə lazımdır. Gəlmişəm, mənə heç bir yardım göstərilmir. Məni göndərirlər bu otaqdan o otağa, o səhər saat 10-da gələnəm. Kim idi? Ceyhun müəllim, Günel xanım, Elnur müəllim. Heç adam mənimlə elə bir rəftar elədilər ki, belə yuxarıdan aşağı baxırlar da. Cənab Prezident İlham Əliyev, siz deyirsiniz ki, mənə siqnal göndərin. Mən də göndərirəm siqnal. Xaçmaz rayonu Ağçay kəndi. Adım Asalliyev Vahid Şıxəlioğlu. Bir mənim köməklik eləyin. Heç olmasa mənə bu aya köməklik olunsun. Çox çətinlikdir. Ya mən oğurluq eləməliyəm, ya da ailəmi başsız qoyub çıxıb getməliyəm harasa. Mənə köməklik olunsun, çox xahiş edirəm. Tezliklə.